Bakıda keçən il rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın vəfat edib. Doğru Xəbər Azərbaycan News 24-də istinadən xəbər verir ki, o ötən gecə dünyasını dəyişib. Belə ki, ötən ilin aprelində Bakıda yerləşən Med-Ava klinikasında rinoplastika əməliyyatı keçirən 34 yaşlı Nigar Budaqlı daha sonra iflic olub. Uzun müddət müalicə alan qadın dünən dünyasını dəyişib. Qeyd edək ki, Nigar Budaqlının əməliyyatdan sonra iflic vəziyyətinə düşməsi ilə bağlı daha əvvəldə məlumat yayılmışdı. Xatırladaq ki, Nəsimi rayon məhkəməsinin Med-Ava klinikasında rinoplastika əməliyyatından sonra 34 yaşlı Nigar Budaqlının komaya düşməsi ilə bağlı cinayət işi üzrə hökm elan edib. Lora estetik cərrah Yaqub Əsədli və anestezioloq Cəmilə Əliyeva səhlənkarlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin hər iki həkim 2 il müddətinə tibbi fəaliyyətlə məşğul olmaq hüququndan da məhrum olunublar.